İkiniz burada ya. İkimiz burada ya. Bu çöpten kırmak. Tek yerim barayda dövdü değil mi? Yerləşirdiniz. Yerleşiydi. Ben arkadan 3 men boydaydı o. Kök. Kök. Ətdi xanım. Tatlı hanım. Baldanlı yatırım. Qucaqlayırsan mı yatırsın? Yetər artıq. Yetər Azərbaycan kişisini bu cür aciz və zavallı təqdim etməyiniz yetər. Azərbaycan kişisi evdən qaçan arvadını axtaran, gedib onu kameraların önündə öpən, arvadı ilə yatdığı çarpayını göstərən zavallı bir kişi deyil. Bu deyil. Belə kişilərimiz varmı? Var. Sayənizdə öyrənirik. Və bunları çəkib tirajlamayın, təqdim etməyin. Çünki siz onları təqdim etdikcə bu obraz təbliğ olunur. Və təbliğ olunduqca bu cür nümunələr, bu cür hallar, bu cür obrazlar adiləşir. Artıq adiləşib Azərbaycan kişisinin qaçan arvadını axtarmağı çox adiləşib. Və bunda Azərbaycanda o bağlanmış sosial verilişlərin, dırnaqarası sosial verilişlərin çox böyük payı var, xidməti var. Evdən qaçan arvadını axtaran kişiləri, evdən qaçan gəlinləri, kişilər çıxıb studiyada deyirdilər ki, arvadım nə bilim 5 gündür, 10 gündür evdən çıxıb gedib, qayıdıb gəlsin, övladlarımın xətrinə bağışlayaram. Studiyada da hamı əl çalırdı, bravo, əhsən sənə. Bu cür təbliğ edə-edə, göstərə-göstərə qadınların evdən qaçmasını adiləşdirdiniz. Kişilərin, Azərbaycan kişisinin bu cür zavallı duruma düşməyini adiləşdirdiniz. Və bununla cəmiyyətimizə ən böyük pisliyi elə siz etdiniz. Xeyr, əzizlər, bu deyil Azərbaycan kişisi. Bu deyil Azərbaycan kişisinin obrazı. İndi deyəcəksiniz ki, biz çəkməsək də onsuz da belə hadisələr baş verir. Bəli, bu cür hadisələr baş verir. Amma siz çəkib paylaşdıqca bu cür hadisələri adiləşdirirsiniz. İnsanlar artıq utanmırlar. Vaxt var idi bir qadının evli kişidən uşaq dünyaya gətirməyi ayıb sayılırdı. O qədər verilişlərə müğənnilər çıxıb dedilər ki, uşağımın atası evlidir, evli kişidən uşaq dünyaya gətirmişəm. Bunları deyə-deyə adiləşdirdilər. Artıq bizim cəmiyyətimiz üçün bir qadının evli kişidən uşaq dünyaya gətirməsi elə də ayıb sayılmır. Adiləşib. Hansı Azərbaycanlı kişisi arvadı ilə yatdığı çarpayını göstərər? Deyər ki, bu çarpayda mən arvadımla yatırdım. Bunu hansı kişi edər? Lap deyək ki, həmin kişi bunu edir, bunu danışır. Jurnalist necə bunu çəkib paylaşa bilər? Baxın, KİF haqqında qanun var. Jurnalistlərin etik kodeksi var. Bunları bir kənara qoyuram, media hüququ var. Hansı informasiyalar açıq informasiyalardır? Hansı informasiyalar alınması məhdudlaşdırılan informasiyadır? Nə şəxsi həyatdır, nə şəxsi həyat deyil. Bunların hamısının bir hüquqi əsası var media hüququnda. Və o informasiyanı jurnalist çəkib paylaşa bilər, yaza bilər ki, onun bir ictimai əhəmiyyəti var. İctimai əhəmiyyət daşıyan informasiyalar kütləvi informasiya vasitələri üçün məhsul ola bilər. Məsələn, bu kişinin arvadının evdən qaçması, arvadı ilə barışmaq istəməsi, tutub arvadını öpməsi, bunun hansı ictimai əhəmiyyəti var deyə bilərsinizmi? Və onu da xüsusən qeyd etmək istəyirəm ki, heç bir jurnalist əlinə mikrofon alıb, kiminsə şəxsi mülkünə icazəsiz, o adamın razılığı olmadan daxil ola bilməz. Hətta polis bir vətəndaşın evinə daxil olub, orada axtarış aparması üçün mütləq icazə almalıdır. Hüquqi bir sənədi olmalıdır, bir orderi olmalıdır. Yəni, kiminsə evinə icazəsiz daxil olmaq hüquqi məsuliyyət yaradır. Bilirsinizmi? Hələ jurnalistikanı qoyuram bir kənara.